أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين، أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli dinleyiciler, bayram günü bir Müslüman kişi ve kadın ne etmelidir? Deyə dersimiz bayram gününə məxsus əməllər barəsində olacaqdır ki, hər birimiz bunu bilək, bayramımızı ən gözəl şəkildə qeyd edək. Və unutmayın, sizə burada sayılacaq hansı əməl eşitsəniz, onların heç biri vacib deyil. Sadəcə olaraq onları etməniz bayramın gözəlliyidir, fəzilətin çoxluğudur, sizin mükafatınızı çoxaldar. Biz də buna ümid edirik ki, bunu edəcəyik. Çünki bizim nə qədər ehtiyacımız vardır ki, Rəbbimizin yanında təmizlənməyə. Ona görə də bu sayılanları hər bir müsəlman etsin. Amma bilsin ki, kimin gücü yetmədisə, kim bacarmadısa, hansıysa səbəbdən zamanı çatmadısa, məyus olmasın. Yəni, vacib bir şeyi tərk etməmisən. Sadəcə olaraq böyük bir mükafatı qaçırtmısan. Ona görə də bu dərslər sizə 1-2 gün öncədən məlumat verilir ki, işimizi buna görə quraq ki, kimsə sonra deməsin ki, gec bildim. Bəli, deməli bu il, yəni 2026-cı il, 27-si may Qurban bayramıdır. Heyvanların Allah üçün kəsiləcəyi və sayılacaq əməllərin Allah üçün ediləcəyi gündür. 27 may bayramın birinci günüdür. Və biz bilirik ki, Qurban bayramı 4 gün davam edir. Onun 3 günü qurban kəsilməsi mümkündür. Yəni 27 may, 28 may, 29 may. Bu 3 gündə qurban kəsilə bilər. Amma bunun ən fəzilətlisi bayramın birinci günüdür. Yəni 27-si may. Zilhiccə ayının 10'udur. Bütün dünya müsəlmanlarının ikinci bayramıdır. İlimizin ən son bayramıdır. Bəli, dəyərli müsəlmanlar, kimisi burada ola bilsin ki, mən kimə qulaq asıram, onlar dedilər 28-idir. Kim bunu haradan eşitdisə, bunu bilin. 28-i edilən qurbanlar səhihdir, problem yoxdur. Amma səni nə vadar edir ki, 27-si dünya müsəlmanlarının tamına yaxını, yəni 95% müsəlman, misal üçün ortalama, belə götürək. Bunu qurban kəsir. Sən deyirsən ki, sabah da kəsə bilərəm, burada nə var ki? Əlbəttə ki, bayram səhihdir, qurbanın səhihdir. Amma sən necə səbr edirsən ki, sənin qardaş və bacıların qurbanlarını kəsib, sən hələ sabahı gözləyirsən. Sənə deyilsəydi ki, cənnətin qapıları açılıb, hamı girir, sən deyərdinmi ki, qalmışam sabah gedib girərəm də, nə olub ki? Heç deyərdinmi? Əsla deməzdin. Heç kəs deməz. Bunu deyən səfeh olar. Bəs niyə bayramımızı belə yubadırıq ki? Niyə biz birlikdə sevinməyək ki? Birlikdə sevinək. Bir-birimizə bu günlərdə də, bayram günündə də qaşqabaq tökməyək. Cəmi 2 bayramımız var. Yəni bunları da bir-birimizə sarılaraq qeyd edək. Bəli, 27 may səhər gün doğandan sonra, yəni saat 06-da 6 tamamdan sonra qıla bilərsiniz bayram namazını. 6 tamamdan sonra. 6'da 7'nin yarısı, 7 tamam,
belə qıla bilərsiniz. Daha çox da gecikdirmək yaxşı deyil. Yəni 10-da, 11-də yaxşı deyil. Söz yox, o vaxtı da qılmaq olar. Yəni ən yaxşısı gün doğandan 15 dəqiqə sonra qılınmasıdır. Yəni saat 6-dan bayram namazının vaxtı başlayır. Bayram namazına gedəcək insanlar ki, bayram namazına getmək sünnədir. Yəni evdə qılmaqdansa bayram namazına getməkdir. Çünki Allahın Resulü sallallahu aleyhi və səlləm hər kəsi ora toplayardı. Az yaşlı uşaqları belə, adəti halda olan qadınları belə, hamına deyərdi, hamınız gəlin. Bircə adəti halda olan qadınlar gələrdilər, kənarda oturub namaza tamaşa edərdilər, namazdan sonra isə xütbəyə qulaq asardılar, zikirlərini edərdilər, bax beləcə. Deməli, bayramın sabahı, bayram günü, yəni səhər sübhdən mümkündürsə, bax təkrar deyirəm, sayılan heç bir əməl vacib deyil, müstəhəbbidir. Mümkündürsə qusul ver. İndi biri deyir ki, mən çimə bilmərəm, çimsəm xəstələnərəm və yaxud da ki, çimməyə şəraitim yoxdur. Yəni bunları saymağa ehtiyac yoxdur. Çimə bilmirsən, çimmə. Orucuna, üzr istəyirəm, bayramına heç bir adiyyatı yoxdur. Bəli, bacaran qusul versin, gözəl ətirlənsin kişilər. Qadın çölə çıxanda cazibəli ətirdən istifadə edə bilməz. Yalnız bədəninin qoxusunu öldürəcək ətirlərdən istifadə edə bilər. Deməli, qusul verir, gözəl ətirlənir və xoşladığı geyimini geyir, məscidə yollanır. Gedərkən də bu zikirlər edilir. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, La ilahe illallahu vallahu Ekber, Allahu Ekber və lillahil hamd. Yavaş-yavaş bu zikirləri edə-edə məscidə gedir kişilər. Kişilərin səsi eşidilir, qadınların səsi eşidilmir. Bu şəkildə gedirlər məscidə və məscidə daxil olduqda sonra imam daha onlara namazı imam qıldıracaqsa onu imam daha bilir. Necə qıldıracaq? Amma kimisi məscidi yoxdur, məscidə getmir. Ola bilər elə yerdə yaşayır ki, onların məscidi yoxdur, onların şəhərində yoxdur ya da ölkəsində, getdiyi ölkədə yoxdur olduğu müsəlmanlar. Yəni hər bir vəziyyətdə, lap belə müsəlmanların yaşadığı yerdədir, məscidə gedə bilmir. Qadındır, məscidə gedə bilmir və yaxud da ki, kişidir, gedə bilmir məscidə. Yəni müəyyən səbəbi var, amma deyim yəni əsası məscidə getməkdir. Bunu bacarmayan insan evində qıla bilər. Bəli, evində qıla bilər. Özdə bu namaz təkcə məsciddə qılınmır. Bu namaz əsasən musallada qılınır. Yəni açıq havada qılınır. Dəniz sahilində, çay kənarında, yəni açıq yerdə çoxlu toplum şəklində qılınır. Yəni ola bilsin ki, toplum yoxdur, 3 nəfər, 5 nəfər toplanıblar, gedib bir tərəfdə namaz qılırlar. Çünki toplu məscidləri yoxdur. Yəni toplanacaq cəmaatı yoxdur. Elə cəmaatı misal üçün 5-10 nəfərdir. Onlar da toplanıb öz namazlarını qıla bilərlər. Və yaxud da ki, kimisi evində öz namazını, ailəsini yığır başına qılır. Evdə kişi varsa kişi qıldırır. Kişi olan yerdə qadın namaz qıldırmaz. Birdən o kişinin 10 yaşı da olsa, o 10 yaşlı uşaq qıldırsın, amma qadın qıldırmasın. Amma əgər yoxdursa, yəni kişi namaz qıldıran yoxdursa, qadın da imam qala bilər. Misal üçün, anadır, öz uşaqlarına, bacılarına yığıb bir yerə qadın imam qalır və bayram namazını qıldırır. Bu da mümkündür. Bunu da elm adamları icazəli görüblər, yəni burada bir qəbahət görməyiblər. Baxmayaraq ki, normalda bu qadın imam qalmır. Amma ki, yoxdursa, kişi yoxdur, qadın məcburi imam qalır. Bəli, bu mümkündür. Belə olan təqdirdə namazın qaydasını siz bilirsiniz, təkrar sizə deyilir. Bayram namazı üçün heç bir azan verilməz.
iqamə də verilməz. Nə kişi, nə qadın. Bayram namazı birbaşa niyyət ilə başlayır. Yəni, qibləyə düzüldünüz, kişi varsa, kişi imamı qabaqda qalır, qalanları arxada yığılır. Əgər kişi imamı deyil, qadındır, imam olacaq qadınlara, o zaman o, qadınlarla bir cərgədə qalır. Yəni, qadın kişi kimi öndə qalmır. Qadınlarla bir cərgədə qalır, amma mərkəzdə qalır. Yəni, misal üçün, 9 nəfərdilər, 4'ü sağında, 4'ü solunda qalır. Həmin imam olacaq qadının. 3 nəfərdilərsə biri sağında, biri solunda qalır. Amma kişi olsa öndə qalır. Bəli, deməli, keçdi qadın önə, kişi keçdi önə, qalanları arxasında düzüldü. Qadındırsa mərkəzdə qaldı, niyyət edir. Bayram namazına niyyətləndim. Bayram namazını qılıram və yaxud da fərq etməz. Xəfif, sakit. Allahu Ekber deyir, əllərini qaldırır qulaqlarına. 1. Sonra əlini salır. Yəni hər təkbirin arasında, misal üçün 3 saniyə, 4 saniyə fasilə verməklə bu bir təkbir etdi ha. Bu bir təkbirdən sonra 7 dəfə təkbir gətirir. Allahu Ekber deyir, əllərini salır aşağıya. Ya da əllərini sinəsində bağlayır. Təzdən Allahu Ekber əllərini sinəsində bağladı. Bax, beləcə 7 dəfə Allahu Ekber deyir. Niyyətin təkbirini saysaq 8 dəfə. Niyyətin təkbirini hər halda sayacaq da, elə onunla birlikdə 8 təkbir olacaq. 8 təkbir bitən kimi istiftah duasını deyir. Əgər istiftah duasını deyənlərdən deyilsə, o vacib deyil zaten, birbaşa namaza başlayır. Bismillah, elhamdülillahi rabbil alemin deyir, Fatiha surəsini oxuyur. Fatiha surəsindən sonra Qur'an-ı Kerimdən istənilən bir kiçik surəni oxuyur. Hansı surəni bilir, onu oxuyur. Yox, əgər çox surə bilirsə, Səbbih isməni oxusun. Yox, bilmirsə, balaca, nə surəni bilir, onu oxusun. Və ondan sonra yenə də Allahu Ekber dedi, sanki öz namazını, hələ sübh namazını qılırmış kimi. Ruku və səzdələri edir, təzədən ikinci rükətə qalxır. İkinci rükətə qalxan kimi 5 dəfə təkbir deyir. Amma qalxa-qalxa dediyi Allahu Ekber var idi ha. Onunla birlikdə saysan 6 dəfə olur. Onu saymasan 5 dəfə təkbir gətirir. 5 dəfə Allahu Ekber'i 2-3 saniyə fasilə ilə deyəndən sonra yenidən Fatiha surəsini oxuyur. Ardıca kiçik bir surə oxuyur. Onun ardıca ruku səzdələri edir. Təşəhhüd deyir, salamı verir çiyinlərinə, namaz bitdi. Yəni, eynən sübh namazını qıldı, azan iqaməsiz. Eyni sübh namazını qıldı. Fərqi budur. Birinci rükətdə 7 dəfə təkbir deyir, niyyətin təkbirindən sonra. İkinci rükətdə isə qalxan kimi 5 təkbir deyir, qalxma təkbiri ilə birlikdə 6 dənə. Vəssalam. Namazda fərq budur. 7 təkbir, 5 təkbir. Qalanı hamısı sübh namazında qıldığın namazdır. Bu bayram namazını qılandan sonra artıq namaz tamamlanmışdır. Hər kəs biri-biri ilə bayramlaşır. Bayramlaşma namazdan sonradır. Namaza qədər bayramlaşılmır. Ancaq zikr edilir. Namazdan sonra isə bayramlaşırlar. Takabbalallahu minna. Allah bizdən qəbul etsin sözü ilə bir-birini qucaqlayaraq, bağırlarına basaraq, bir-birinə gözəl sözlər deyərək, halallaşma alaraq bir-birini təbrik edirlər. Az yaşlı uşaqları, uşağın sevinəcəyi bir hədiyyələrlə, xərclik də ola bilər, şirniyyat da ola bilər ki, uşağı sevindirəcək işlərlə, bir-birlərinə hədiyyə verə bilərlər insanlar. Beləcə bu gözəl iki bayramımızdan ikincisini qeyd etmiş olacaq
dəyərli müsəlmanlar, bayram günü də biz Allahın izni ilə təbrikləşərik. Beləcə bayramımıza hazır olaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.